Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlcə. Bugün sizlərlə dövrü qanun və dövrü sistem atomun quruluşu bölməsinin atomun quruluşuna aid hesablamalar mövzusunda 1-dən 50-yə qədər olan sualları izah edəcəyik inşallah. Vaxt itirmədən birinci sualla başlayaq. Birinci sual. 15 protonu, protonların sayını verib bizə 15, 12 elektronu olan İyon 2 elektron verdikdən sonra oksidləşmə dərəcəsi neçə olur? Gəlin ilk öncə iyonun formulunu yazaq uşaqlar. İyonun 15 dənə protonu var, 12 dənə də elektronu var. Mən nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədə bərabər olmalıdır. 12-nin üzərinə neçə gəldikdə 15 eləyir? 3. Deməli bu iyonun yükü müsbət 3-dür. Deyir 2 dənə elektron daha versin. Elektronların sayı 2 dənə də azalır, yəni 10 dənə elektronu qalır. Yenə gəlin iyonu yazaq. 15 protonların sayı dəyişmir, proton sabit qalır uşaqlar. Elementin sıra nömrəsi sabit qalır. Proton sayı bilirik ki, sıra nömrəsini göstərir. Elektronun sayı oldu 10 dənə. Deməli 2 elektron verdikdən sonra oksidləşmə dərəcəsi neçə olur? Oksidləşmə dərəcəsi neçə oldu uşaqlar? Müsbət 5. Bu qədər cavab da oldu B variantı. Keçirik ikinci suala. İkinci sual. X 2 müsbət, sıra nömrəsini də verib 40. İyonundakı elektronların sayı xlor 17-35 atomundakı neytronların sayına bərabərdir. Xlor 35-17 atomundakı neytronların sayı nə qədərdir uşaqlar? Neytron üzərinə gəlinsin proton sayı bərabər nisbi atom kütləsi deyil. Onda neytronların sayı da bərabər olacaq nisbi atom kütləsindən. Yəni 35-dən 17-ni çıxacaq. Cavab da qaldı 18. Neytronların sayını müəyyən elədik 18-dir. X2 müsbət iyonunun elektronlarının sayı xlor deməli atomundakı neytronların sayına bərabərdir. Elektronların sayını bildikdə avtomatik protonların sayını da bilirik 20. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. X elementinin atomun nüvəsində neçə neytron var? Bizə buradakı neytronu istəyir. X elementin ayirini bizə verib, ayir oldu 40. Protonlarının sayını müəyyən elədi 20. Neytronun sayı uşaqlar proton sayı ayirdən proton sayı çıxmırdıq. Onda neytron sayı da olacaq 20. Cavab da oldu D variantı. Keçirik üçüncü suala. X iyonunu bizə verib, üçüncü sual. X iyonunu verib, 2 müsbət iyonu. Nisbi atom kütləsini verib, 137. Deyir, 54 elektronu var. Uşaqlar, 54 elektronu varsa protonların sayında oldu 56. Neytronlarının sayını istəyir. 56 üzərinə gəlinsin neytron bərabərdir 137. Neytronlarının sayı da avtomatik olaraq bərabər olacaq 81. Cavab da oldu Y variantı. Keçirik dördüncü suala. X2 müsbət iyonundakı elektronların sayı. Bayaqki sualına eynidir. Titan 22-48 atomundakı neytronların sayına bərabərdir ki, bu atomda neçə dənə neytron var? 26 dənə neytron var. Nə demişdim? Neytron üzərinə gəlsin proton sayı nisbi atom kütləsinə bərabər olur. Deməli, elektronların sayı buradakı neytronların sayına bərabərsə, onda X2 müsbət iyonunda 26 elektron var. Elektronların sayı 26-dırsa, onda protonların sayı olacaq 28. Çünki iyon müsbət 2 yükünə malikdir. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Davam edirik. Bərabərdirsə, neytral X atomunun qısa elektron formulunu yazın. Uşaqlar, X iyonunun qısa elektron formulunu yaz desək, biz 26-ya əsasən yazardıq. X atomu deyirsə, X atomunun sıra nömrəsi neçədir? 28. Atom uşaqlar yük 0 olanda olur. Yəni elektronların sayı da 28-də, protonların sayı da 28. Ona görə biz qısa elektron formulunu 28-ə əsasən yazırıq. Qısa elektron formulu olacaq 4s2 3d8. Cavab da oldu A variantı. Keçirik 5-ci suala. X2 mənfi iyonunda, X2 mənfi iyonumuz var. Elektronların sayı xrom 24-52-də olan neytronların sayından 10 ədəd azdır. Xrom 24-52-dən neçə dənə neytron var uşaqlar? 28 dənə neytron var. Deyir X2 mənfi iyondakı elektronların sayı xromdakı neytronların sayından 10 ədəd azdır. Onda X2 mənfi iyonunda da 18 dənə elektron olacaq da. 18-dən də 2 çıxırıq 16. Protonların sayını müəyyən elədi. Neytral X atomunun qısa elektron formulu X atomunun qısa elektron formulunu 16-ya əsasən yazacaq. Onda qısa elektron formulu olacaq 3s2 3p4. Cavab da oldu B variantı. Keçirik 6-cı suala. X müsbət iyonundakı elektronların sayı Z30 atomundakı elektronların sayında uşaqlar istənilən atomda proton sayı elektron sayına bərabərdir. Onda sizinkdə elektron sayı olacaq 30 dənə. Elektronların sayından 3 dəfə azdır. 30-dan 33-ə bölürük 10. Deməli X müsbət iyonunda olan elektronların sayı oldu 10 dənə. Çünki deyir ki, sizinkdəki elektronların sayından 3 dəfə azdır.
X elementin dövr sistemində mövqeyini müəyyən edin. Mövqeyin X bir elementinin, yəni X atomunun. Onda gəlin protonların sayını müəyyən edirik. Oldu 11 dənə. İndi 11-ə əsasən qısa elektron formulu yazıram. 3s1. Deməli 3-cü dövr, 1-ci ayarım qrup elementi cavab da oldu B variantı. Keçirik 7-ci suala. Deməli 7-ci sual bizə X2 müsbət iyonu verir və deyir ki, buradakı elektronların sayı Y12 2 müsbət iyonda olan elektronların sayının 2 mislindən 3% çoxdur. Y12, yəni sıra nömrəsi 12 olan Y elementinin 2 müsbət iyonunun daha doğrusu neçə dənə elektron var? Gəlin onu müəyyən edirik. 10 dənə elektronu var. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Deyir elektronların sayı Y2 müsbət iyonunda olan elektronların sayının 2 mislindən, 2 misli 20, 3 vahid çoxdur. 2 mislindən 3 vahid çoxdur. Deməli, X2 müsbət iyonunda 23 dənə elektron var. Y2 müsbət iyonundan, deməli, iyonunda olan elektronların sayının 2 mislindən 3 vahid çox, yəni 23 dənə. Protonların sayı, yəni X elementinin sıra nömrəsi də olacaq 25. Davam eləyir indi. Deyir, X elementinin qısa elektron formulunu yazın. Element üçün deyirsə sıra nömrəsini əsas yazıram. Nə dedim? Elementdə sıra nömrəsi elektronların sayına bərabər olur. Çünki elementin yükü 0 olur. Qısa elektron formulda olacaq 4s2 3d5. Cavab da oldu uşaqlar A variantı. Keçirik 8-ci suala. 8-ci sual. 3s2 3p6 elektron formuluna malik X 3 mənfi 31 iyonunda neçə proton, neçə neytron, neçə elektron var? Uşaqlar 3s2 3p6 bizə elektronların sayını göstərir. Ümumilikdə neçə elektron oldu? 1s2 2s2 2p6 ümumilikdə 18 dənə elektronumuz oldu. Elektronların sayı 18 isə 18-dən 3 çıxırıq. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Niyə cəm deyirəm? Uşaqlar cəm fərq eləmir. 18-in üzərinə mənfi 3 gələndə elə 18 çıxılsın 3 deməkdir. 15 eləyir. Protonların sayını müəyyən elədik 15. Proton sayı 15 olan variantları götürürük. Deməli A, Y, D variantları yanlışdır. Neytronun sayı uşaqlar avtomatik olacaq 16 dənə. Elektronların sayını da hesabladıq 18. Cavab da oldu C variantı. Neytron sayını necə müəyyən elədim? A yerdən çıxdım proton sayını. 9-cu sual. X 3 müsbət iyonunun qısa elektron formulunu bizə verib. 2s2 2p6. Yəni ümumilikdə 10 dənə elektronu var. Sıra nömrəsini birbaşa müəyyən edirik 13. X atomunda olan protonların sayı ilə protonların sayı onun sıra nömrəsidir. Uşaqlar Y variantı 13 dənə müəyyən elədi. Keçdik 10-cu suala. X 3 mənfi iyonunun qısa elektron formulunu verib, yəni 10 dənə elektronu var. Ondan 3 çıxırıq 7. Protonların sayı da oldu 7 dənə. 11-ci sual. X müsbət iyonunun qısa elektron formulunu verib, 18 dənə elektronu var. 18 üzərinə gəlsin 1, 19. Protonların sayı oldu 19 C variantı. Hansı iyon cütlərində elektron sayı eynidir? Gəlin elektron sayılarını yazaq. Alüminiumda 10 elektron var. 10 üzərinə gəlsin 3, 13. 18 üzərinə gəlsin 1, 19. Eynidir deyir. Ona görə variantı yanlışdır. B variantına keçirik. 18 üzərinə gəlsin 2, 18. Gördüyünüz elektronların sayı bərabərdir. Cavab oldu B variantı. Digər variantlar da gəlin yazaq. 2, 10, 18, 36, 10, 18. Gördüyünüz uşaqlar bərabər deyil. 13-cü sual. Gəlin yazaq. Bizə deyir ki, 26 protonlu 24 elektronu olan iyon bir elektron verdikdən sonra əmələ gələn iyonun yükü neçə olar? Deməli 26 dənə proton var. Proton sayı sabitdir, dəyişmir. 24 dənə də elektron var. Normalda yükü neçədir uşaqlar? 2 müsbət. Bir dənə elektron verir. 24-dən çıxırıq 1, qaldı 23. İndi gəlin yenə X iyonu üçün yazaq. 26, 23 dənə elektron. Yük neçə olacaq? Müsbət 3. Deməli, iyonun yükünü müəyyən eləyin. 3 müsbət. 14-cü sual. Bizə 3 dənə iyon verib, cəmi neçə elektron var iyonlarında? Uşaqlar, gəlin hər bir iyonda olan elektronların sayını müəyyən eləyək. Kükürddə olacaq 18 dənə, maqneziumda olacaq 10 dənə, kalsiumda da olacaq 18 dənə. 2 dəfə 18, 36, 46. Cavab da oldu B variantı. 15-ci sual. 54 elektronu olan, 54-ü yazırıq, baxın, sağ aşağı hissəyə. Üzrəm 54, 56 yazdıq.
İyonda neçə neytron var? 54 dənə elektronu varsa avtomatik uşaqlar 52 dənə bunun protonu var. Çünki sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. 128-dən də 52 çıxanda 76 qalır. Cavab da oldu D variantı. İndi keçirik 16-cı suala. 74 dənə neytronu var. Neytronların sayını yazıram protonla ayrın arasında. Deməli 127-dən 74 çıxanda 3, 53. 53 dənə protonu var. Bizə elektronların sayını istəyir 54. Niyə 54? 54-dən 1 çıxanda 53 eləyir. Cavab oldu C variantı. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Unutmayın. 7-ci sual. İyonu verib XO2 mənfi iyonu. Elektronların ümumi sayını verib 50-dən X elementinin nüvəsinin yükünü müəyyən edin. Gəlin müəyyən eləyək. 17-ci sual. Bizə XO4 2 mənfi iyonunu verir. Və deyir ki, elektronların ümumi 50 dənədir. Uşaqlar, baxın. Oksigəndə neçə dənə elektron var? Bizə aşağıda verib 8 dənə elektron var. Oksigen atomunda. Neçə dənə burada oksigenimiz var? 4 dəfə. 4 dəfə 8, 32. Deməli, 32 dənə elektron oksigen atomunun özündə var. Düz deyil, 32 üzərinə gəlinsin. Deməli, 2 dənə də elektron öz iyonun elə yükü 2-dir. Üzərinə gəlinsin 2 bərabərdir 50. Üzərinə gəlsin x bərabərdir 50. X də bərabərdir 16. Cavab da oldu Y variantı. İndi uşaqlar bir dəfə dediyimi izah edirəm. Deməli, oksigəndə ümumilikdə neçə dənə elektron olduğunu bildik. 32 dənə elektron var. Bəs bu iyonun öz yükü də var axı. 2 mənfi də iyonun öz yüküdür. Ona görə elektronların ümumi sayını da bizə verib 50 dənə elektron. Bir x-dəki elektronların sayını bilmirik. Deməli, 32 üzərinə gəlsin 2, üzərinə gəlsin x bərabərdir 50. Buradan da deməli 50-dən də 34-ü çıxırıq. Cavab da qaldı 16. Eynisini 18-ci sual tətbiq edirik. 18. Deməli, XO3 2 mənfi iyonunu bizə verib. Ümumilikdə elektronların sayı bərabər oldu 42 dənə. Oksigəndə 24 dənə elektron var. X-də bilmirik, x dənə. 2 də mənfi yuxarıda var. Bərabərdir 42. X də bərabərdir 42-dən çıxacaq 26-nın. Cavab da qalacaq 16. Yəni B variantı. 19-cu sual. Molekulunda 12 neytron, 18 proton olan karbohidrogenin 0,2 molu neçə qramdır? Gələk 19-cu sualı yazaq. Molekulunda CX, HY tutaq ki. 12 dənə ayrı, deməli bu molekulunda 12 dənə neytron, 18 dənə proton var. Birbaşa bu molekuldan danışır uşaqlar. Yəni bunun MR-i bərabərdir 12 üzərinə gəlinsin 18. Biz nə demişdik? Nisbi atom kütləsi, proton sayı üzərinə gəlinsin neytron sayıdır. İndi nisbi atom kütləsi ümumi bir molekulu təsəvvür edilir. Yəni bu molekulda proton, neytron sayını verib. Nisbi molekul kütləsini tapmaq çətin olmaz. 30 dənə. Deməli 30 qram. Qramla yazaq. Proton elektron sayını qramla yazaq. Çünki bizdən qramla istəyir. Uşaqlar, əlbəttə ki, bu şərti olaraq götürülür. Deməli, 1 molunun kütləsi, baxın, ayır biz qramla götürürük də şərti olaraq. 1 molunun kütləsini bildik, 30 qramdır. Uşaqlar, bəs 0,2 molunun kütləsi nə qədər olacaq? Bilmirik, x qram. X də bərabərdir, 30 vurulsun 5-də 1, 6 qram. Cavab da oldu Y variantı. Bu qədər sadə. Nisbi atom kütləsini, daha doğrusu nisbi molekul kütləsini müəyyən elədi. Nisbi molekul kütləsi nə idi? Uşaqlar, maddənin 1 molunun kütləsi. Ona əsasən də 0,2 molunun kütləsini müəyyən eləyə bildik. Keçirik neçənci suala? 20-ci suala. Eyni tipdə sualdır. Uşaqlar, gəlin 20-ci sualda yazaq. Nisbi molekul kütləsi onda bərabər olacaq 18-in üzərinə 22. 40 qram. Qramla yazırıq. 1 molunun kütləsi əgər 40 qramdırsa, bu karbohidrogenin 0,3 molunun kütləsi neçə qram olacaq? Bilmirik, x qram, vergülü sağa atırıq. X də bərabərdir 12 qram. Cavab da oldu A variantı. 21-ci sual. XO2 birləşməsində protonların sayını bizə verib 30 dənə. Uşaqlar, aşağıda oksigenin protonların sayını da verib, fluorun protonların sayını da verib. Bizə Y hesablamağımızı istəyir. Gəlin 21-ci sualı aşağıda yazaq. 21. Deməli, XO2 birləşməsində protonların sayını verib 30 dənə.
X-də protonların sayını bilmirik, yazaq elə X üzərinə gəlsin. Oksigende protonların sayı normal halda 8 dənədir. 8 dəfə 2 16 bərabərdir 30. X-də olan protonların sayı nə qədər oldu? 14 dənə. İndi bizə X fluor 4-də olan ümumi protonların sayını istəyir. X-də 14 dənə proton var, üzərinə gəlinsin. Fluorda neçə dənə proton var uşaqlar? Bir dənə fluorda 9 dənə proton var. 4 dəfə 9. 14 üzərinə gəlinsin 36. Avtomatik olaraq bərabərdir 50. Protonların ümumi sayını istəyir bizdən 50 dənə. Uşaqlar, əlbəttə ki, Na falan da var, amma bunlar tənasüblə artıq çıxılır. Yəni tənasüblə artıq ixtisar gedir. Keçirik 22-ci suala. X2 mənfi, X müsbət 4, X müsbət 6 cəmi 40 elektron varsa, X atomunun nüvəsinin yükünü müəyyən edin. Gəlin müəyyən edin. 22. Bizə 3 dənə iyon verib. X 2 mənfi iyonu, mənfi 2 iyonu, X müsbət 4 iyonu, X müsbət 6 iyonu. Deyir, cəmi bunlarda 40 dənə elektron var. 40 dənə elektron var cəmi ümumilikdə. İndi gəlin elektronların sayını müəyyən edək. Hər biri X olduğu üçün bunların hər birinin sıra nömrəsi bir-birinə bərabər olur. Mən demişdim ki, elementin sıra nömrəsi proton sayıdır. Bir element üçün dəyişmir. Yalnız elektronların sayı dəyişir. Uşaqlar, sıra nömrəsi A-dırsa nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməli deyil. Onda bu da olacaq A üzərinə gəlinsin 2. A üzərinə gəlinsin 2-dən 2-ni çıxdıqda A qalır. Daha sonra A çıxılsın 4, A çıxılsın 6. Gördünüz, hər üçündə elektronların sayını müəyyən elədim. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməli deyil. Elədir də. Proton sayı da dəyişmir. Sıra nömrəsi sabitdir. Bir element üçün X elementi istər 100 dənə iyon olsun, ola bilməz, deyək tutaq ki, olsun. Onda protonların sayı dəyişmir. Sıra nömrəsi X elementidirsə, tutaq ki, alüminiumdursa, bunun sıra nömrəsi 13-dür. Yəni bunu dəyişmək kimi şansı yoxdur. Davam eləyirik indi. Nüvəsinin yükündə 40 dənə elektron var. Gəlin elektronların sayını toplayaq. A üzərinə gəlinsin 2. Üzərinə gəlinsin, A çıxılsın yazma, çıxılsın 4. Üzərinə gəlinsin A çıxılsın 6 bərabərdir 40. 3A üzərinə çıxılsın 8 bərabərdir 40. 3A bərabərdir 48. A da bərabərdir 16. A-nı müəyyən etdik. X atomunun nüvəsinin yükünü müəyyən edirik. Nüvəsinin yükünü uşaqlar A götürmüşdük. A da oldu 16. Cavab da oldu D variantı. Keçirik 23-cü suala. Eyni tipdə sualdır uşaqlar. Eynidir uşaqlar sualın tipi. 3 mənfi 3, X müsbət 3, X müsbət 5. 40 dənə elektron var. Nüvələrinin yükünü gəlin yazaq. Hər birinin nüvəsinin yükünü A götürsək, A üzərinə gəlinsin 3, A çıxılsın 3, A çıxılsın 5. Ümumilikdə 3A üzərinə gəlinsin 5 bərabərdir 40 olacaq. 3A üzərinə gəlinsin, yox, çıxılsın 5. Çıxılsın 5 bərabərdir 40 olacaq. 3A bərabərdir 45 olacaq. A da bərabərdir 15 olacaq. Bizə yenə nüvənin yükünü istəyir. Nüvənin yükü 15. Cavab da oldu Y variantı. Keçirik 24-cü suala. 24. Xlor O N mənfi iyonunda cəmi 34 dənə elektron var. Düz deyil. Bizə oksigende və xlorda olan elektronların sayı verib. Xlorda normalda neçə elektron var? 17 dənə elektron var. Oksigende 8 dənə elektron var, amma oksigenin sayını bilmirik. N yazırıq. 8-in. Bir dənə də elektron yuxarıda var. Üzərinə gəlinsin 1 bərabərdir 34. 8-in bərabərdir 34 çıxılsın 18. 8-in bərabərdir 16, N də bərabərdir 2. Bizdən N-i hesablamağımızı istəmişdi. N də oldu 2. Cavab da oldu A variantı. Keçirik 25-ci suala. Maddəni verib C4D6, neytronların sayını verib Na, kütləsini verib X. X-i hesablamağımızı istəyir. Və aşağıda həmin bu maddədə olan deməli elementlərin nisbi atom kütlələrini və proton elektron saylarını da bildik. 25-ci sual. Və C4D6 birləşməsi var. 1 molu üçün indi gəlin hesablayaq. İlk öncə 1 molunun kütləsi. 1 molunun, yəni Mr bərabərdir
MrSO4D6 bərabərdir. Karbonun ayrı nə qədərdir uşaqlar? 12. 4 dəfə 12 48. Üzərinə gəlinsin. D-nin, yəni deuteriumun ayrı nə qədərdir? 2. 2 dəfə 6 12. Cavab da oldu 60. Deməli nisbi atom kütləsi, nisbi molekul kütləsi bu birləşmə üçün 60 qram 1 molunda. İndi 1 molunda gəlin olan neytron sayını müəyyən eləyək. Neytron sayını müəyyən eləyək. Uşaqlar, 1 molunda neçə dənə karbon var? 4 dənə karbon. 4 vurulsun. Karbonun özündə neçə dənə neytron var? Neytron bərabərdir 6 dənə. Ayrı 12-dir. Sıra nömrəsində bildik 6. Mən nə demişdim? Proton üzərinə gəlsin neytron sayı ayrı vermir. Onda proton sayı 6-sə neytron sayı da 6 olacaq. 4 vurulsun 6 üzərinə gəlinsin. Deuteriumda baxaq. 2 çıxılsın 1. 1 dənə neytronu var. Neçə dənə deuteriumumuz var? 6 dənə. Deməli 24 üzərinə gəlinsin 6. Avtomatik olaraq bu da bərabərdir 30 neytron Na sayda. 30 Na. İndi baxın. 60 qram, yəni 1 mol 4D6-da 30 Na sayda neytron var. Neytron. Bizə deyir ki, Na sayda neytron olsun bu birləşmədə. Kütləsi neçə qram olacaq bilmirik. X qram. Na'lar ixtisar getdi. Bunlar da ixtisar aparırıq 2 dəfə. X də bərabərdir 2 qram. Cavab da oldu A variantı. Bu qədər uşaqlar. Keçirik 26-cı suala. Sualın tipi eynidir. Sadəcə S2D4 yazılıb. S2D6 bayaq S2D6 idi. Gəlin eyni tipdə də həll eləyək. S2D4. İlk öncə gəlin 1 molunun kütləsini müəyyən eləyək. Yəni nisbi molekul kütləsi Ml bərabərdir 24. Üzərinə gəlinsin 4 dəfə 2 8 32 qram. İndi gəlin 1 molda olan neytron sayını müəyyən eləyək. Neytron 1 molda olan neytron sayda bərabərdir. Karbonda 6 dənədir. 6 dəfə 2 12 üzərinə gəlinsin. Deuteriumda 1 dənədir. 4 16 16 Na sayda. Na'nı unutmayın. Burada da Na yazacağım. 12 Na üzərinə gəlinsin 4 Na. Neyse davam eləyirəm. Deməli 32 qram S2D4-də 16 Na sayda neytron var. Na sayda neytron da deməli X qram S2D4-dədir. İndi Na'ları ixtisar aparaq. İxtisar getdi 2 dəfə. X də bərabərdir 2 qram. Cavab da oldu D variantı. Keçirik 27-ci suala. 27. X elementini bizə verib, kütlə ədədi 31. X elementinin kütlə ədədi, yəni nisbi atom kütləsi 31. Neytronların sayını verib 16, protonların sayını istəyir Y. Uşaqlar, neytron üzərinə gəlinsin, proton elə bərabərdir kütlə ədədi, yəni AR. 31-dən 16 çıxanda cavab da qaldı 15, D variantı. 28-ci sual, nisbi molekul kütləsini verib 28, yəni 28-i yazaq. X elementinin nisbi atom kütləsini verdi 28 qram. Nüvəsindəki protonların sayı neytronların sayına bərabərdir. Proton sayı da olsun A, neytron sayı da olsun A. Proton üzərinə gəlsin, neytron sayı ümumilikdə deməli nisbi atom kütləsi deyir. Onda 2A bərabərdir 28, A da bərabərdir 14. Davam edib, bu element atomda normal halda cütləşməmiş neçə elektron var? Proton sayı 14 isə nüvə yükündə baxın 0 verib bizə. Yəni bu ion deyil, birbaşa elementdir, yəni atomdur. Onda elektron sayı da olacaq 14. Gəlin qısa elektron formulunu yazaq. 3s2, 3p2. Normal halda cütləşməmiş elektronları istəyir. Normal halda baxın S səviyyəsində, yarım səviyyədə bütün elektronlar cütləşir. P yarım səviyyədə isə 2 elektron cütləşməmiş olub. Yəni cütləşməmiş elektronların sayı da oldu 2, cavab da oldu A variantı. Keçirik 29-cu suala. 29. Nisbi atom kütləsi protonlarının sayının 2 mislindən 10 vahid çox olan Y- ionunda 36 elektron olarsa. Y- ionunda ilk öncə 36 dənə elektron olduğunu bizə deyir. Avtomatik olaraq biz onun sıra nömrəsini müəyyən edirik 35. Deyir ki, nisbi atom kütləsi, yəni AR, protonların sayının 2 mislindən 35-in 2 misli 70, 10 vahid çoxdur. Üzərinə gəlsin 10 bərabərdir 80. Deməli bu ionun nisbi atom kütləsi də oldu 80. Protonların sayının 2 mislindən 10 vahid çoxdur. Neçə neytron var? Neytron sayda uşaqlar AR-dən proton sayını çıxırıq. 80-dən 35 çıxırsa 45. Cavab da oldu C variantı. Keçirik 30-cu sual. Uşaqlar, məsələ sizə biraz çətin görünə bilər. Yazanda daha aydın görəcəksiniz. Sizə nə verilib, sizdən nə istəyir. Ona görə də bütün məsələləri həll eləyəndə yazmağa üstünlük verin.
Protonların sayı neytronların sayına bərabər olan elementin nisbi atom kütləsini bizə verib. X elementi olsun, nisbi atom kütləsi 32 olsun, neytron sayı ilə proton sayı bir-birinə bərabər olsun. Onda 2A bərabərdir 32, A bərabərdir 16. Deməli, proton sayını da müəyyən elədik, neytron sayını da müəyyən elədik 16. Element olduğu üçün yük 0 olduğuna görə, nüvə yükü yox, yük. İyonun yükü 0 olduğuna görə elektron sayda oldu 16. Deməli, elementin atomunun xarici energetik səviyyəsində normal halda həyəcanlanmış halda neçə cütləşməmiş elektron var. Gəlin qısa elektron formulunu yazaq. Deməli, 3s2, 3p4. Qısa elektron formuluna görə s yarım səviyyəsindəki bütün orbital elektronlarla doludur. P yarım səviyyəsində də 4 dənə elektron yazırıq. Cütləşməmiş elektronların sayı da oldu 2 dənə. Cavab da oldu A variantı. Keçirik indi 31-ci suala. 31. X2 müsbət ionundakı elektronların sayı, X2 müsbət ionundakı elektronların sayı. Natrium izotopunda olan neytronların sayından 2 dəfə çoxdur. İlk öncə natrium izotopunda neçə neytron var? Neytron bərabərdir 12. Ayrıdan çıxdım proton sayını. Deyir, buradakı neytronların sayından 2 dəfə çoxdur bunun elektronların sayı. 12-ni 2-yə vururam 24. Deməli, X2 müsbət ionunda 24 dənə elektron var. Sıra nömrəsində avtomatik müəyyən elədim 26. Neytral X atomunda, neytral X atomu 26, burası 0, elektron sayı da 26. Deməli, 3D yarım səviyyəsində neçə elektron var? Qısa elektron formulunu yazaq uşaqlar. Qısa elektron formulunu 4s2, 3d6. 3D səviyyəsində neçə elektronumuz oldu? 6 elektron. Cavab da oldu Y variantı. Keçirik 32-ci suala. 32. Deməli, X ionunu verib, bir də Y ionlarında eyni sayda elektron olarsa, eni müəyyən edin. Uşaqlar, baxın, gəlin elə bunu bunun üzərində yazaq. Elektronların sayı nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. 10-dan 3 çıxanda 7 eləyir. Deməli, X-də 10 dənə elektron var. Eyni sayda elektron olduğu üçün Y-də də 10 dənə elektron var. N neçə olmalıdır ki, proton sayı 12 olsun? N müsbət 2 olmalıdır ki, onun üzərinə 2 gəndə 12 olsun. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. 33-cü sual eyni tipdə sualdır. Eyni sayda elektrondan danışır. X ionunda 18 dənə elektron var. 18 üzərinə gəlsin 2, 22. Onda sağ tərəfdə də 18 elektron olar. N də olmalıdır ki, -1. 18-dən 1 çıxanda 17 eləsin. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. 34-cü sual. X2 müsbət ionunda 26 elektron var. 34-cü sual. X2 müsbət ionumuz var və bunun 26 dənə elektronu var. Sıra nömrəsi avtomatik bildik ki, 28-dir. X element atomunda normal halda neçə cütləşməmiş elektron var? Qısa elektron formulunu 28-ə əsasən yazdım. Çünki bizə X atomundan danışır. X atomunda ion yükü 0 olduğuna görə 28 dənə də elektron var deməkdir. 4s2, 3d8. Normal halda 4s yarım səviyyəsi elektronla doludur. D yarım səviyyəsində də 5 dənə orbitalımız var. 5 dənə orbitala gəlin 8 dənə elektronu düzək. 4, 8. Deməli, 2 dənə cütləşməmiş elektron var. Ona görə də cavab oldu C variantı. Keçirik 35-ci suala. Dəqiqə. 35. X2 müsbət ionunda olan elektronların sayı Y mənfi ionundakı 35-ci sual. Deməli, X2 müsbət ionunda olan elektron sayı. Elektron sayı neçə olacaq? 18 olacaq. Y mənfi ionundakı elektronların sayından 2 dəfə çoxdur. Onda Y mənfi ionunda da 9 dənə elektron olacaq. 18. Deməli, Y mənfi ionundakı elektronların sayından 2 dəfə çoxdur 18. 9 elektron olduğunu müəyyən elədik. Y atomunun Y atomunun ionunun demir. Y atomunda sıra nömrəsi neçədir? 9-dan 1 çıxanda 8. Yəni Y atomunun deməli ion yükü 0. Qısa elektron formulunu yazacağam 8-ə əsasən 2s2, 2p4. Cavab da oldu B variantı. 36-cı sual. Xlor mənfi iyondakı elektronların sayı. 36-cı sualı gəlin yazaq. Xlor mənfi 17 elektronların sayı nə qədər olacaq? 18 dənə. X2 müsbət iyonunda olan elektronların sayından 5 vahid azdırsa. Onda 18-in üzərində 5 gələcəm. 23. Deməli, X2 müsbət iyonunda 23 dənə elektron var ki, deməli, xlor mənfi iyondakı elektronların sayı ondan 5 vahid azdır. X elementinin iyonunun yox, dövri sistemində mövqeyini istəyir. Elementdən
danışıqda sıra nömrəsini müəyyən etməliyik. 23 üzərinə gəlsin 2, 25. X elementinin iyon yükü 0-dır. 25 dənə protonu var, 25 dənə də elektronu var. Gəlin qısa elektron formulunu yazaq. 4s2, 3d5. Deməli, 4-cü dövr, D variantı yanlış. 7-ci B yarım qrup elementi cavab oldu. C variantı çünki D yarım səviyyəsi ilə bitir. Ona görə də B yarım qrup elementidir. 37-ci sual. Eyni tipdə sualdır uşaqlar. Magnezium 2 müsbət iyondakı elektronların sayı. Magnezium 2 müsbət iyonda 10 dənə elektron var. Deməli, elektronların sayı X mənfi iyonda olan 37. X mənfi iyonunda olan elektronların sayından 8 vahid azdır. Sonunda X mənfi iyonda da 18 dənə elektron var. Çünki deyir ki, magnezium 2 müsbət iyondakı elektronların sayı X mənfi iyondakı elektronların sayından 8 vahid azdır. 10 deyir X mənfidə olandan 8 vahid azdır. Onda X mənfi iyonunda da 18 dənə elektron var. X elementinin dövr sistemdə mövqeyini müəyyən eləyin deyirsə, protonların sayını müəyyən eləməli. 17 dənə sıra nömrəsi oldu 17. X 17 elementi nüvə yükü 0, iyon yükü 0, 17 dənə də elektronu var. Qısa elektron formulunu yazıram. 3s2, 3p5, 3-cü dövr, 7-ci A yarım qrup elementi. Cavab da oldu A variantı. 38-ci sual eyni tipdə sualdır uşaqlar. X2 mənfi iyondakı elektronların sayı, deməli flor 9 atomdakı elektronların sayından flor 9 atom olduğu üçün elektron sayı 9. 2 dəfə çoxdursa, onda X2 mənfi iyonda da 18 dənə elektron var. Deyir flor 9 dənə elektronu yoxdur. Ondan 2 dəfə daha çoxdur X2 mənfi iyondakı elektronların sayı. 18 dənə elektron var. Davam eləyirik. X elementin dövr sistemində mövqeyini müəyyən edin. Element deyirsə neçə protonu var? Gəlin onu müəyyən eləyək. 16 dənə protonu var. Qısa elektron formulu 16-ya əsasən yazılır. Çünki X elementinin iyon yükü 0-dır. 16 dənə elektronu varsa, 16 dənə protonu varsa, avtomatik 16 dənə də elektronu olur. Qısa elektron formulunu yazıram. 3s2, 3p4. 3-cü dövr. 6-cı A yarım qrup elementi cavab da oldu A variantı. Keçirik 39-cu suala. X 3 mənfi iyonundakı elektronların sayı 39. X 3 mənfi iyonundakı elektronların sayı silisyum 14-28 atomunda olan neytronların sayından, silisyum 14-28 neçə neytron var? Neytron sayı bərabərdir 14 dənə. 4 dəfə çoxdursa, 4 ədəd çoxdursa, deyir ki, silisyum atomunda olan neytronların sayından 4 dənə çoxdur bunun elektronların sayı. Onda X3 mənfi iyondakı elektronların sayı da olacaq 18 dənə. Sıra nömrəsini müəyyən eləyək 15 dənə. X atomundan danışır. Qısa elektron formulunu yazın. 15-ə əsasən yazıram. 3s2, 3p3. Niyə 15-ə əsasən yazıram? Uşaqlar, bayaqdan deyirəm. Çünki atomdan danışırsa biz sıra nömrəsini əsasən hesablayırıq. Atomda iyon yükü 0-dır. 15 proton varsa 15 dənə də elektron var. Davam edirik. Qısa elektron formulunu müəyyən edin. Qısa elektron formulu 3s2, 3p3'dür. Cavab da oldu C variantı. Keçirik 40-cı suala. 40-cı sual. Deməli, alüminium 3 müsbət 13 sıra nömrəsi iyonundakı elektronların sayı neçə dənədir? 10 dənə. Y 2 müsbət iyondakı elektronların sayından 2 dəfə azdırsa, onda Y2 müsbət iyonda da 20 dənə elektron var. Deyir ki, alüminiumda olan elektronların sayı Y iyonda olan elektronların sayından 2 dəfə azdır. Onu vururuq 2-yə 20. Neytral Y atomunun qısa elektron formulu sıra nömrəsini yazaq. 10 üstəm 22. Və 22-yə əsasən elə qısa elektron formulu 22-yə əsasən yazılır. Çünki Y atomundan danışır. 4s2, 3d2. Cavab da oldu Y variantı. Keçirik 41-ci suala. Eyni tipdə sualdır uşaqlar. X 3 müsbət iyonunda olan elektronların sayı. Xlor 17, 37 atomda olan neytronların sayı. Neytron sayı oldu 20 dənə. 3 vahid çoxdur. Neytronların sayından 3 vahid çoxdursa, onda X 3 müsbət iyonunda 23 dənə elektron olacaq. X elementi sıra nömrəsini gəlin müəyyən eləyək. 26. Deyir, X elementinin qısa elektron formulunu yazın. 26-ya əsasən yazırıq. 4s2, 3d6. Cavab da olacaq B variantı. Keçirik 42-ci suala.
X mənfi iyondakı elektronların sayı, xlor 17-37 izotopundakı neytron sayı oldu 20 dənə. 2 vahid azdır. Neytronların sayından 2 vahid azdırsa 20 çıxılsın 2, 18. X mənfi iyondakı elektronların sayı oldu 18. Sıra nömrəsi olacaq 17. Qısa elektron formulda olacaq ki X elementinin qısa elektron formulunu istəyir. 3s2, 3p5. Cavab da oldu D variantı. Keçirik 43-cü suala. Deməli, 43. X 3 müsbət iyonunda bizə ayrini verib 56. Protonların sayını da verib 26. Bizə SPD orbitallarında olan elektronların sayını istəyir. Elektronların sayını istəyirsə, onda elektronların sayı da olacaq avtomatik 23. Mən nə demişdim? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. İndi elektronların sayı istəyirsə, biz birbaşa elektronun qısa elektron formulunu yazaq. 4s2, 3d3. İndi böyük ehtimal əksəriyyətiniz bu qısa elektron formulu bu şəkildə yazıb və səhvə yol verib, doğru cavablardan tapa bilməyib. Harada səhvə yol veririk? İlk öncə gəlin 26 üçün qısa elektron formulu yazaq. 26-nın qısa elektron formulu 4s2, 3d6 şəklindədir. 3 müsbət iyonu o deməkdir ki, yəni bu 3 dənə elektronunu verib. 3 dənə elektron veribsə, mən X elementi üçün, X26 0 olanda iyon yükü elementi üçün qısa elektron formulunu yazdım. 26-ya əsasən budur. Sonra 3 müsbət olub, yəni 3 dənə elektron verib ki, müsbət iyona çevrilib də. Elektron verəndə atom müsbət iyona çevrilir. 3 dənə elektron verir və qısa elektron formulu olacaq 4s0, 3d5. İndi uşaqlar, sual verirsiniz ki, niyə müəllim? Birbaşa elə bu yuxarıdakı şəkildə yazaydık da, bu dairəyə aldığımız şəkildə qısa elektron formulu 4s2, 3d3 şəklində yazaydık da, D-dən verəydik də. Axı D-nin enerjisi S-in enerjisindən daha çoxdur. Uşaqlar, bu diqqətlə mənə baxın. Atomun nüvəsi var, müsbət yüklü nüvə və onun ətrafında energetik təbəqələr var. Bu energetik təbəqələr dövrdür. Baxın, birinci dövr, ikinci dövr, üçüncü dövr, dördüncü dövr bu şəkildə gedir. Birinci dövr, ikinci dövr, 3, 4, 5 bu şəkildə gedir. Atom tərifini deyək, müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. Düz deyil, atom. İndi uşaqlar, atom müsbət yüklü nüvədir. Müsbət və mənfi yüklər, əks yüklər bir-birini cəzb eləyir. Düz deyil. Mənfi elektronlar atomun nüvəsinə doğru cəzb olunur. Atom özünə yaxın energetik təbəqədə olan elektronları daha yaxşı cəzb eləyir özünə tərəf. Getdikcə energetik təbəqələrin sayı artdıqca artıq elektronların atom tərəfindən cəzb olunması zəifləyir. Maqnit öz yanındakı dəmiri daha yaxşı cəzb eləyir. Yoxsa orada 10 metr solundakı, qarşısındakı dəmiri daha yaxşı cəzb eləyir. Əlbəttə ki, yanındakı dəmiri. Ona görə elektronları dəmir kimi düşünün. Nüvəni də müsbət, yəni maqnit kimi düşünün. Yaxınında olan elektronu daha möhkəm cəzb eləyir. Dördüncü təbəqə hara? Üçüncü təbəqə hara? Baxın, dördüncü təbəqə, üçüncü təbəqə. Dördüncü təbəqədə olan elektronların sayı nüvədən daha uzaq olduğu üçün elektron vermək lazım olanda burada 3 dənə elektron verdi. Elektron vermək lazım olanda birinci, dördüncü təbəqə öz 2 dənə elektronunu verəcək. Daha sonra üçüncü təbəqədə D yarım səviyyəsindən başlayacaqlar elektronları bir-bir verməyə. Nə olsun ki, S-in enerjisi D-nin enerjisindən daha azdır deyə 4S birinci dolur. Birinci dolmaq, onların elektron verəndə birinci 3D elektron verməlidir deyə bir anlayış yoxdur. 4S-in enerjisi daha azdır, birinci 4S dolur, amma nüvədən daha uzaq olduğu üçün ilk elektronu elə 4S birinci verir. 3 dənə elektron, iyonun əmələ gəlməsi 3 dənə elektron vermək lazım deyildi. Dördüncü təbəqə nüvədən daha uzaq deyil. Birinci elektronlarını dördüncü təbəqə verəcək, sonra üçüncü təbəqə, sonra 2, sonra 1. Yəni nüvəyə hansı daha yaxındırsa, nüvə onu daha yaxşı cəzb edir və onun elektronlarını qoparmaq çətinləşir. Ona görə qısa elektron formulu 4s0, 3d5 şəklində olur. 4s0-a qədər neçə dənə S orbitalımız var, yarım səviyyəmiz var. 1s2 var, 2s2 var, 3s2 var. 4s dolmuyor. Hər S orbitalında da 2 dənə elektron olduğuna görə 2 dəfə 3, 6 dənə. S yarım səviyyəsində ümumilikdə 6 dənə elektron var. A variantı, C variantı, Y variantı yanlışdır. P yarım səviyyəsində 2p dolub, bir də 3p dolub uşaqlar. 1p deyə bir anlayış yoxdur. 4p də hələ dolmuyub. 2 dəfə hər P orbitalında da 6 dənə elektron olduğuna görə ümumilikdə 12 dənə elektron var. 12 olan cavabı götürürük. Cavab oldu B variantı. D təbəqəsində də baxın 5 dənə elektron var. 1D, 2D deyə bir anlayış yoxdur. 3D birbaşa 5 elektron var. 44-cü sual.
Mis deməli, misi bizə verib, misin atom kütləsini verib 63, sıra nömrəsini də verib 29. Proton sayının bir də elektron sayının cəmi, neutron üzərinə gəlsin proton, üzərinə gəlinsin elektronların sayı cəmi 90 dənədir. Bizdən eni müəyyən eləməyimizi istəyir. En də ionun yüküdür. Uşaqlar, bu neutrondakı enlə yuxarıdakı yükü bir-birinə qarışdırmayın. İlk öncə 63-dən 29 çıxırıq. 63-dən 30 çıxanda 33, 34. Neutronların sayı ilə protonların sayı birbaşa bilirik 63-dür. 63 üzərinə gəlinsin, elektronların sayı bərabərdir 90. Proton sayısı, burada neutron sayını tapmamıza ehtiyac yox idi, yenə də yazdım. Proton sayı üzərinə gəlsin, neutron sayı ilə nisbi atom kütləsidir uşaqlar. 63 üzərinə gəlsin, elektronların sayı bərabərdir 90, elektronların sayı da bərabərdir 27. Elektronların sayını bildik 27, sıra nömrəsini bilirik 29. Onda ionun yükü nə olacaq? Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. N də bərabərdir müsbət 2, müsbət 2 üzərinə gəlsin 27, oldu 29. N-i müəyyən elədik müsbət 2, cavab da oldu C variantı. Keçirik 45-ci suala. 45. Bizə 2 dənə ion verib. X 2 müsbət ionunu verib. Bir də Y 3 mənfi ionunu verib. Elektronlarının sayı bir-birinə bərabərdir. Hər ikisinin elektron sayını yazacağım A. X atomu 4-cü dövr 2-ci A yarım qrupunda yerləşir. X atomunun gəlin A atomundan danışırıq, iondan yox. Qısa elektron formulunu yazaq. X atomunun nüvəsinin yükü 0-dır. Deməli, elektronlarının sayı protonlarının sayına bərabərdir. Proton bərabərdir elektron. Elektronların sayını gəlin müəyyən eləyəndə avtomatik X atomunun sıra nömrəsini də müəyyən eləmiş oluruq. Davam edirik. 4-cü dövr 4s2 artıq dolub. 2-ci A yarım qrupunda yerləşir. Birbaşa ilə qısa elektron formulu bu şəkildə yazılır. 4s2 şəklində yazılır. 4-cü dövr 2-ci A yarım qrup elementi. Ümumilikdə elektronların sayı neçə dənə olacaq? Elektron sayı olacaq 20 dənə. Hesablayarıq uşaqlar. 1s2, 2s2, 2p6, 3s2, 3p6 ümumilikdə cəm 20 dənə elektron eləyir. Elektronlarının sayı 20 isə onda avtomatik olaraq sıra nömrəsi də 20 olur. Mən dedim ki, istənilən elementdə sıra nömrəsi dəyişmir. İstəyir X atomunun 100 dənə ion olsun. Onun sıra nömrəsi 20-dirsə 20-dir. Sıra nömrəsini yazıram 20. Onda elektron sayını müəyyən eləmək nə var ki? Elektron sayıda olacaq 18. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. 18 plus 2 20. Onda elektronların sayı bərabərsə 18 dənə elektron olacaq Y atomu üçün. Y ionu üçün sıra nömrəsini müəyyən eləyək Y elementinin və yaxud ionunun. 18-dən 3 çıxırıq 15. Deməli, Y elementinin sıra nömrəsi oldu 15. Dövrü sistemdə yerini müəyyən eləmək istəyir elementin. 15 dənə protonu varsa 15 dənə də elektronu var. Qısa elektron formulu olacaq 3s2 3p3. 15 dənə elektron elədi. 3-cü dövr 5-ci A yarım qrup elementi cavab da oldu C variantı. Keçirik 46-cı suala. Deməli, X ionunu bizə verib 3 mənfi ionu, atom kütləsini verib 2A üzərinə gəlinsin 3A. Elektronların sayı nə qədər olacaq? A üzərinə gəlinsin 3. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Proton, neutron və elektron sayılarının cəmini istəyir. Proton sayı, neutron sayı nə qədər? Proton üzərinə gəlinsin, neutron ayrı deyil. Birbaşa elə burada ayrı verib də 2A üzərinə gəlinsin 3. 2A üzərinə gəlinsin 3. Proton, bizdən istəyir proton, neutron və elektron sayılarının cəmi. Protonla neutronun cəmini bilirik 2A üzərinə gəlinsin 3. Elektron sayda oldu A üzərinə gəlinsin 3. Bu da avtomatik olaraq bərabərdir. 3A üzərinə gəlinsin 6. Cavab da oldu B variantı. Keçirik 47-ci suala. İonları bizə verib, elektronların sayını verib, protonlarının sayını istəyir. Uşaqlar, X2 mənfi ionda elektronların sayı olub A üzərinə gəlinsin 8 dənə. Düz deyil. Onda yaxşı protonun sayı nə qədər olacaq? A üzərinə gəlinsin 6 dənə. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. A üzərinə gəlinsin 6. Davam edirik. Y atomunda da deməli elektron sayını verib A dənə. Onda proton sayı olacaq A üzərinə gəlinsin 2. Z üçün hesablayaq. B üzərinə gəlinsin 8. Deməli, B üzərinə gəlinsin 8, 8-in üzərinə 2, B üzərinə gəlinsin 10. İndi Y-dən A-nı müəyyən eləyək uşaqlar. 47.
Deməli, Y atomunun Y iyonu 2 müsbət iyonunda A sayda elektron var. A üzərinə gəlinsin 2 sayda da proton olacaq. Protonların sayını bizə verib 12. A üzərinə gəlinsin 2 bərabərdir 12. A da bərabərdir 10. A-nı müəyyən elədik 10 dənə. İndi A 10-dursa, onda avtomatik olaraq bu olacaq 18. B-ni müəyyən eləməliyik. Bizə nə istəyir? S-ni müəyyən eləməyimizi istəyir. İndi gəlin X iyonu üçün yazaq. A-nı müəyyən elədik. X iyonu 2 mənfi iyonudur. A plus 8 dənə elektronu var. 18 dənə elektronu var. Onda proton sayı olacaq. 18-dən 2 çıxırıq. 16 dənə. Protonların sayı 16 ise B-ni müəyyən elədik. 16. B 16 ise aşağıda 16 üzərinə gəlsin 8, 24. Son olaraq gəlin Z üçün müəyyən eləyək. Elektronların sayını bildik 24. Yükünü bizə verib 2 müsbət. Protonlarının sayını istəyir. Yəni S-ni. S də bərabərdir 24 üzərinə gəlsin 2, 26. Cavab da oldu Y variantı. Bir də burada uşaqlar A üzərinə gəlsin 6, B üzərinə gəlsin 10. Bunları yazmağa heç ehtiyac yoxmuş. Birbaşa Y hesablayıb yerinə qoyub ədədləri yazmaq daha asandır. Sadəcə elə bildim yuxarıdakı sual kimi yenə A, B-ləri toplayacaq. Ona görə hamısını açıq aydın yazdım. 48-ci sual. Bizə yenə 2 dənə iyon verib və deyir ki, bu iyonda olan elektronların sayı bir-birinə bərabərdir. Gəlin iyonda olan elektronların sayını bir-birinə bərabərləşdirək. 19 plus. Deməli, elektronların sayı nə qədərdir? X müsbət iyonunda 18 dənə elektron var. Sağ tərəfdəki ədədlərin cəmi sol tərəfdəki ədədi verməlidir. Y-ə keçirik. 2 mənfi iyon elektron sayı bərabərdirsə, onda Y2 mənfi iyonunda da elektron sayı olacaq 18 dənə. 18-dən 2 çıxırıq 16 dənə. Sıra nömrəsini müəyyən etdik 16. Y atomundan danışır uşaqlar. Y atomunun yükü 0'dır. 16 dənə protonu varsa 16 dənə də elektronu var. Qısa elektron formulunu istəyir. 3s2 3p4 cavab da oldu. A variantı. Keçirik 49-cu suala. Deməli, iyon bizə verib. X, deməli, mənfi 17 iyonunu bizə verib. Deməli, sıra nömrəsi 17 olan iyonu verib. Elektronların sayı, X iyonunda olan elektronların sayı 18 dənədir. Y 3 müsbət iyonundakı elektronların sayından 8 ədəd çoxsa, onda Y 3 müsbət iyonunda da 10 dənə elektron var. Deyir ki, X iyonunda olan elektronların sayı Y 3 müsbət iyonundakı elektronların sayından 8 ədəd çoxdursa, 18-dən 8 çıxırıq 10 dənə. Deməli, neytral, indi gəlin Y iyonunda, yəni olan sıra nömrəsini müəyyən eləyək. Y iyonunun 10 üzərinə gəlsin 3, 13. Deməli, Y iyonunun sıra nömrəsi oldu 13. Avtomatik Y atomunda sıra nömrəsi 13'dür. Yük 0 olanda elektron sayıda olacaq 13. Qısa elektron formulunu istəyir Y atomu üçün. Qısa elektron formulda olacaq 3s2 3p1. Cavab da oldu B variantı. Keçirik 50-ci suala. Deməli, xrom iyonunda olan elektronların sayı. Gəlin uşaqlar 50-ci sualı ilk öncə yazaq. 50. Xrom 3 müsbət, sıra nömrəsini verdi 24. Elektron sayı nə qədər olacaq uşaqlar? 21. Elektronların sayı X2 mənfi iyondakı elektronların sayından 3 ədəd çoxdursa, onda X2 mənfi iyonunda da avtomatik olacaq 18 dənə elektron. Çünki deyir ki, xrom iyonda olan elektronların sayı X2 mənfi iyonda olan elektronların sayından 3 ədəd çoxdur. 3 ədəd çoxdur. 18-dən 2 çıxırıq 16. Deməli, X iyonunda olan protonlarının sayı 16'dır. Bizdən X atomundan danışır. X atomunun iyon yükü 0'dır. 16 dənə protonu varsa 16 dənə də elektronu var. Qısa elektron formulda olacaq 3s2 3p4 şəklində. Cavab da avtomatik olaraq oldu C variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə dövrü qanun və dövrü sistem atomun quruluşu bölməsinin atomun quruluşuna aid hesablamalar mövzusunda 1-dən 51'ə qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Sağ olun.